DML-dir, bir də DDL-dir. Delete bir də truncate-dən istifadə edirik mən. Hə, delete hansıdır? Delete DML-dir. DML. Bəli, bəli, Truncate DML. bəs? O DDL-dir. DL. Truncate və delete'in fərqi nədir? Truncate-lə silinən məlumatları geri qaytarmaq olmur, avtocommit olduğuna görə. Aha, DDL. Digəri isə delete-dəsə DML-dir deyə belə deyim, commit eləməmişiksə geri qaytara bilirik. aha, DML-dir. DML-dir, bəli. Demək, biri DDL-dir, biri DML-dir. Truncate DDL olduğuna görə avtomatik commitdir. Truncate ilə silinən məlumatları geri qaytarmaq olmur. Delete ilə silinən məlumatları geri qaytarmaq olur. Bir şərtlə ki, delete ilə silinən delete əməliyyatından sonra commit əmri həyata keçməsin və yaxud da hər hansı bir DDL əmri həyata keçməsin. Bunlardan biri keçdiyi zaman artıq silinən məlumatları geri qaytarmaq olmur. Çünki tranzaksiyamız təsdiqlənir. Obyekti silmək üçün hansı əmrdən istifadə edirdik? Obyekti silmək üçün drop-dan. Aha, drop table əmrində, Drop drop table. əmrinin köməyi ilə bəli, obyekti silirdik. Ümumiyyətlə drop table-ın köməyi ilə isə cədvəli silirik. Biz ə, demək bildik ki, cədvəlin içində datanı geri qaytarmaq üçün rollback-dən istifadə edirik. Yəni delete-lə silinən məlumatları rollback-in köməyi ilə geri qaytara bilirik. Amma drop-la silinən obyekt, yəni cədvəli isə biz flashback-in köməyi ilə geri qaytara bilirik. Yəni əgər drop-la silmişiksə, biz onu flashback table edərək həmin obyekti geri qaytara bilirik. Amma bir şərtlə ki, həmin obyekt resell binimizdə olsun. Yəni korzinamızda olsun. Əgər resell bində varsa, o obyekti biz geri qaytara biləcəyik. Yox, əgər resell bində yoxdursa, həmin obyekti biz geri qaytara bilmirik. Aha. Deməli, gəl bir cədvəl yaradaq. Məsələn, Rəşad adlı cədvəl yaradaq. Yaratdıq. Select edək, boş cədvəldir. Cədvəlimizin içərisinə bir row insert edirik. Bir row insert etdik və cədvəlimizi silirik. Select edirəm, görürəm ki, həmin cədvəlim mövcud deyil. Ümumiyyətlə, drop-la sildiyim zaman bütün cədvəlin bütün strukturu, cədvəlin bütün quruluşu, cədvəlin içində olan bütün məlumatlar hamısı silinir. Silinmiş cədvəli flashback əmrinin köməyi ilə geri qaytaraq. Deyirəm flashback table Rəşad to before drop. Yəni Rəşad cədvəlini silinməmişdən əvvəlki vəziyyətə qaytar. Qaytardıq silinməmişdən əvvəlki vəziyyətə. Gəlirik select edirik. Baxırıq ki, bəli, həmin sildiyimiz cədvəlimiz geri qayıtdı. User reselvinə baxaraq biz bütün sildiyimiz obyektləri görə bilirik. Məsələn, indekslər silmişik, cədvəl silmişik,